Mebel hər dövrdə insanlar üçün yalnız bir ehtiyac deyil, eyni zamanda bir prestij göstəricisi olmuşdur. Hələ 20-ci əsrin əvvəllərində doğma vətənimiz Azərbaycanda mebel istehsalı inkişaf etməmişdi. O dövrün varlı təbəqəsi, xüsusilə Bakı milyonçuları mebellərini xaricdən sifariş edir, eskizlərini isə dünya şöhrətli memarlara hazırlanırdılar. Bunun çoxsaylı nümunələri mövcuddur. Bugün biz həmin dövrün ən böyük simalarından biri Azərbaycanın böyük xeyriyyətçisi və tarixi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevin istifadə etdiyi mebellərə daha yaxından nəzər salacağıq. Təbii ki, həmin dövrlərdə bugün bildiyimiz texnologiyalar mövcud deyildi. Bütün bu işlər tamamilə insan əməyinə əsaslanırdı. Hər bir detal uzun zaman, səbir və yüksək ustalıq tələb edirdi. Nəticədə isə mebel aylarla, bəzən isə illərlə davam edən zəhmətin məhsulu olaraq ərsəyə gəlirdi. Bu mebellər sadəcə istifadə üçün deyil, həm də sənət əsəri kimi dəyərləndirilirdi. Hər bir oyma, hər bir xətt ustanın əl izini daşıyırdı. Bu mebellərə baxanda sanki o dövrün ruhunu hiss etmək olur. Hətta müəyyən mənada o zamanın qoxusunu belə duymaq mümkündür. Bu sadəcə əşyaya baxmaq deyil, bu bir dövrün insan düşüncəsinə, zövqünə və həyat tərzinə baxmaqdır. O dövrdə hər bir detal, hər bir element sahibinin nüfuzunun göstəricisi idi. Mebel yalnız istifadə üçün deyil, həm də status və prestij simvolu kimi qəbul olunurdu. Əslində, bugün də çox şey dəyişməyib. Bugün də prestijli insanlar, prestijli məkanlar yaratmağa çalışırlar. Sadəcə fərq ondadır ki, artıq mebel yalnız estetik deyil, o eyni zamanda funksional olmalıdır. Və bugün rəqabət yalnız dizayn üzərində qurulmur. Texnologiya və innovasiya da bu rəqabətin ayrılmaz hissəsinə çevrilib. Amma bütün bu dəyişikliklərə baxmayaraq bir şey dəyişmir. Dəyər yaradan insanlar və onların qoyduğu iz. Və bəzən bir kürsü, o sadəcə oturmaq üçün deyil, o bir həyatın, bir düşüncənin, bir yolun simvolu olur. Hacının oturduğu yerdə oturmaq bəlkə də mümkündür, amma onun qoyduğu izi təkrarlamaq mümkünsüzdür. Çünki bəzi insanlar sadəcə yaşamır, tarix yazır. Necə deyərlər, mənim ayaqqabımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.